Serbiya Belqrad avtobus dayanacağına gəlmişik. Buradan Bosniyaya keçəcəyik indi. Biletlərimizi almışıq. Heç də ucuz değildi. 3000 dinardan çox idi. Gedirik 3300 dinar. Nə qədər edir bizim pullar? 30-40 manatla? 50. 2 nəfərə gəlir 123 manat. Hə, yəni belə 2 nəfərə 120 manat pul çıxır təxminən. Gedirik biz 50-ci peronda ora. Avtobusun gözləyirik, hələ gəlməyib. Sarayevaya gedən. Sonra Maxi Bran marketində bir dənə belə bir limonad almışıq. Məncə qazlı deyə o. Hə? Arazda da var. İçkiyə nədədir? Bu reklamda ölürsə ola bilərdi. Ay, nə geçək? Nədir qəşəng hazırlar. Avtobus. Məncə bu bizimki hamısından qəşəkdir. Belqrad. 1 saat yarım yol gəlmişik hələ ki. İlk dayanacağımız buradır. Dedi ki 20 dəqiqə dayanacaq burada. Çox qəşəng yerlərdir. Bosniyaya gəlib çatmışıq. Gedirik şəhər mərkəzinə piyada. Arxada bizlə bərabər oransı ötürəndir. Bilmədim. İndi piyada gedirik şəhər mərkəzinə. Oradan qatar yolu vağzalına gedib bilet almağa çalışacaq. Mostara görək çatacaq, hələ çatmayacaq. Çatmasaq gəl səhər tezdən gedək ora. Şəhər mərkəzinə gedirik. Troleybus. Bosniyada belə bir yerə gəlmişik. Dondurma aldım. Sarayevada otel axtarıb keçərməyəm. Tapa bilmirik. Əvvəlcən bron eləməmişik deyə qalmışıq. Çöldə. Sarayevada indi gəzməyə edik. Qalmağa yer axtarıb tapa bilmirik. Qərar almışıq ki, mərkəzi küçəsindən piyada gedək. Bəlkə oradan isə taparıq qalmağa və yemək yemək. Hələ yemək yeməmişik. Yaxın saat 7-dir. Yəni buranın saatına 7 normalda. Səhər-səhərindən ancaq atışdırmalıqlar. Necə istəyirsən özü? Sadəcə qalmağa yer axtarırıq. Qalmağa yer axtarıq. Biz fikirləşdik ki, bəlkə gələn kimi yer taparıq, rahat olar qalmağa. Heç yer tapa bilmirik təəssüf ki. Azan oxunur. Bütün Sarayevanı bayaqdan piyada gəzirik demək olar. Sarayevada Old Town'a doğru gedirik. Artıq ki, nəhayət ki, qalmağa yerimiz var. İndi yemək axtarırıq. Həmişə kimi yemək yeməyə.
Yenə də acını ölürük. Bosniyada qatar stansiyasında kartla ödəniş qəbul edirlər və indi nağlı ödəniş axtarırıq. Burada kəş çıxartdıq, yerli əhalidən kömək istəyib. Bankomatdan çünki istifadə edə bilmirik. Bizə 90 manat. 90 manat. Hə. İndi 60, 55 bam lazımdır. Təxminən bizim pulla eynidir elə. Qatar stansiyasına gəlmişik. Mostar'a gedən qatar. Qatarı belə təsəvvür eləmirdim. Daha açıq pəncərəli. Mostar'a çatmışıq stansiyaya. Donuruq, qışdır burada. Dağlarda qardır. Yaxşı 2 dənə üst-üstə götürmüşəm belə. Bu qalındır. Bu da yağışdır. Soyuqdur. Dağların ətəyində. Bunlardan gələn sular tərtəmizdir. Gedirik Snarı Most tərəfə, Köhnə Mosta. Yağışa düşmüşük burada da. Geçen mağazalar var. Yağış dayanması için girmişik böyle bir şeyin altına. Dayanmadan yağır. Dolu yağır, dolu, leysan və buz yağır. Ənəlli başlı buz. Gördüm ben, gördüm. Burada dolu, əməlli başlı dolu yağır. 2 dəqiqə yer buz bağladı. Bir dəqiqədə yəni bu vəziyyət 1 dəqiqə aldı burada. Burada. Sən təəssüratları bölür. Təəssüratım yoxdur. Deyə biləcəyim söz yoxdur. Buradan belə çöpü sok almışıq. Həqiqətən əsl portağalın dadı gəlir. Heç vaxt belə çöpü sok içməmişəm həyatımda. Bu qədər dadlı. Mənə bax.
Qırıq getirib pərşən islanmasın, çox yağışdır. Yağışda Ayağımız kalmadı. Qatar stansiyasına gedirik. Hələ deyib çıxa bilmirik bayaqdan piyada. Ayağım islandı hə. Niyə bir suya girdim? Bakmırsan ama. Nə qədər var hələ qatara çatmağa? Az qalıb. Qatarın gəlməyini gözləyəndə özümüzə cappuccino, nə latte sifariş etdik. Yox, içi çox çirik ona görə. İndi yəqin ki menyudan pivə sifariş edəcəyik. Qiymətlər çox münasibdir. Bizə nisbətən pivə qiyməti. Hamı pivəni açıqdır. Burada su var belə çeşmədir. Nədir ondan gəlir? Töküldü. Yəni su dadı burada çox qəşəngdir. Bu suyun, bunlar Bosniyadakı suyun dadı Serbiyadakı çöldəki sudan dadlıdır. Su da. Gedirik vağzala. Sovetlərdən sanki bir xatirə qalıb buralar. Signal da ver. İndi qatarı gözləyirik burada. Mən oradan aldığım abur-cuburları göstərəcəm. Bizdə görmədiyim. Məsələn, mən bunu bizdə marketlərdə görməmişəm. Belə milkshake-dir. Nə var, neysə. Belə milkshake-dir və çox ucuzdur. 1 manat 50 qəpik. Milkshake-ə görə ucuzdur. Eləmə. Və şeydir, KFC Lays. Mən görməmişəm. KFC Lays. Belə Krax. Bu bilirəm, bizdə marketlərdə ola bilər olsun, çünki mən hardasa görmüşəm. Şeydə, nə idi ondur? Alman marketində, Berlində görmüşəm bundan. Adi marketdə varmı, yoxmu bilmirəm. Bunun dadına baxacaq. İndi qatar gəlir, o vaxtda da bunun dadına baxaq. Əyridir bu. KFC Lays. Düz açaq. Gəminizmə baxın ona. Şef tadı. Biraz fərqli də, adi reisdə. Qəşəngdir.